Arkadaş buradan salam verirken. Sesim Karlı Varı'dan gelir. Geldim zəngi bastım koşun dedi istirahete Neyim gelmişsen. pis yapıcokta tapılır ki mecbur olup oraya gittin. Yok ne olar ki orada pis değil. Ya, sağ ol. Yaxşı bizim bu şeyhten ne şikayetin var he? Çok sağ olun. Biz sizden çok razıyız. Sağ olun. Əli. Ha bura bax Əhəd müəllim. Bura bax. Əhəd müəllim, gəlin bəlkə sənə üçün bir yaxşı rakımına, yaxşı unitaz, yaxşı Çok sağ olun. müalicə Hamısı sazda ihtiyac yoktu. Sağ olun. Mən ölüm əlasından dua importlu çək. Sağ olun, sağ olun. Əhəd müəllim, bəlkə onda sənin üçün bir yaxşı plita qoydurtdurum. O da əladır. Çok sağ olun. Teze koydurmuşsunuz. Çok sağ olun. Onda xahiş edirəm, icazə ver gəlim evimi təmir eləsin. Geçen kıvarda eləmişsiniz axı lazımdır. Elə hamı sən deyəni deyir. Bəs mən neyniyim? Yoldaş zamanı. Bağışlayın, küçədə vaxtınızı da alıram. 2 gündür heç cür yanınıza düşə bilmirəm. Mən energetika mühəndisiyəm. Baş idarədə dedilər ki, iş üçün sizə müraciət edeyim. Bəs baş idarəsi demədilər ki, ya mənim ştatımda boş yer yoxdur? Yox, dedilər ki, sizin təcrübəli mütəxəssislərə ehtiyacınız var. Mən Moskva Energetika İnstitutunu bitirmişəm. Əcəb eləmisən. Son 2 ili Vernikamskəsinin tikintisində işləmişəm. Malades. Böyük Axtırkan da tikintisində olmuşam. Fıskırıq. Aksuan, Dəryəbənd tikintisində, İliçesinin tikintisində işləmişəm. Yaxşı işimə görə 2 orden almışam, 3 fəxri fərman, 5 təşəkkürnamə. Saxla görə, nə tutmusan ucundan gelirsən ucuzluğa. Yaxşı işləmişsən, əcəb eləmişsən, 5 bərəkallah. Ancaq bunun məsələ nə dəxli var? Dedim ki, mənim ştatımda Mesta niyet olur. Nə olur, nə deyirəm ki? Canlı sağ olsun. Ancaq Göytəpədə hələ keşkə söz qapısına gələnə yox deməyib. Göytəpənin bu məsələyə dəxli var. Heç söz gəlşitdim. Mən də Göytəpədənəm. Özdə sizinlə bir məhəllədən. Hələ bir məktəbdə də oxumuşuq o bazarın altında. Ancaq düz deyirsiniz. Bunun məsələyə nə dəxli var? Ala, necə yəni nə dəxli var? Bunun məsələyə çox böyük dəxli var. Yoxsa başlamısan ki, orden belə gəldi, fəxri fərman belə getdi. Mən də deyirəm ki, görəsən haranın demo olsan. Yox. Göytəpəlisən, ha? Sabahdan işə çıxarsan. Sabahdan işə? Ha? Ana, zamanım ölməyib ki, bu boyda idarədə öz əmgəlisinə bir iş tapmasın. Fıskırı! Ya, to есть mən. Rüşvətxorluqda, gündə bir sənət dalınca düşüb, öz işinə yarıtmaz münasibət bəsləməkdə və belə ana dilinin təmizliyi uğrunda apardığımız mübarizəni gülüş hədəfinə çevirdiyinizə görə ittiham olunursunuz. Əzizlərim, kim deyər bu nədir? Kibritsa! Biçka nədir? Biçka nədir? Bu kibritdir. Kibrit. Yaxşı. İndi kim deyər? Bax, bunun adı nədir? Uruşka! Ay Allah, mən nə bədbaxt müəlliməm. Ulan nə savadsız uşaqlar. Uşaqlar, əzizlərim, bu Uruçka deyil. Bunun gül kimi adı var, qələmdir. Yaxşı, bəs bunun adı nədir? Asil! Yox! Absolutni bezler uçanlardı. İnteres de orasıdır ki bunlar savsiyeli derse bakmıyorlar. Ha bak benim hakkında bakacaklar bu meseleye. Çok sложный meseledir клянусь. Gördünüz mü? Bu yazlık preparavatili. Bu başaklar sallar. Nasıl kıya? Nasıl ka yok? Xərək! Gördünüz. Ot. Ya. Elə bilirsiniz, 2 kəlmə söz deyib, xərəyə uzanmaq mübarizə sayılır? Xeyr, xeyr. Bu bezabraziyadan başqa bir şey deyil. Bağışlayın möhtərəm hakim. Bezavraziya yox. Biabırçılıq. Qurtardıq. Başdır.